Salam, hər vaxtınız xeyirli və uğurlu olsun. Bizim Səda öz xəbər boğçası ilə yenə də sizin huzurunuzdadır. Diqqətiniz bizdədirsə, onda başladıq. Yaşlı nəsil gənclərdən nə gözləyir? Nəsillər arasında fikir ayrılığı hər zaman olub. Bu indiyə qədər belə gəlib, çox güman ki, elə belə də gedəcək. Vaxtı ilə böyüklər tərəfindən doğru anlaşılmadığından şikayətlənənlər özləri valideyn olduqlarında övladlarına fərqlimi davranırlar. Bəlkə də məhz özləri valideyn olandan sonra ata-analarını anlamağa başlayırlar. Amma elə şeylər var ki, bunu indiki yaşlı nəsil qətiyyən qəbul eləmək istəmir. Elə götürək mənim nənəmi. Ayda ildə bir dəfə şəhərə çıxan qadın ötən dəfə gördüklərindən heyrətlənib. Deyir, şəhərdə elə əcaib görünüşlü oğlanlar görmüşəm ki, şalvarlarının beli dizində, saçları da ki, kənddəki şanapipi quşuna oxşuyur. Hələ mən qulağındakı dəlmədeşi sırğadan danışmıram. Heç oğlan da sırğa taxar. Yeri gəlmişkən elə könlünün sıradakı sujeti də məhz elə bu mövzuda olacaq. Gəlin görək yaşlı nəsil müasir gənclərdə daha nələri bəyənmir. Qocalıq ömrün qışıdır deyirlər. Kamala çatmış hər bir insan bunu anlayır və qışa hazırlıqlı olur. Axı həyat 3 hissədən ibarətdir. Doğulub dünyaya göz açırsan, böyüyüb boya başa çatırsan və nəhayət bu dünyadan köçürsən. Buna baxmayaraq hər bir insan özünü dərk etdiyi andan etibarən həyatını mənalı yaşamaq istəyir. Ailə canlı olduğumuz üçün bizim xalq həyatın mənasını övladda, tikib yaratmaqda görür. Elə Müşkilat nənə kimi. O 1913-cü ildə Laçında göz açıb dünyaya. Orada böyüyüb, elə orada da ailə qurub məskən salıblar. 103 yaşını qeyd etməyə hazırlaşan Ağbirçək müsahibim sağlam və gümrah qalmağın başlıca səbəbini sağlam qidada görür. Özümüz sağırdıq inəyi, qoyunu, pendirin, yağın, mehrədə çalxıyırdıq. Bostanı, bağların meyvəsini ətər, öz bağlarımızın qızım. Dərmansız yeyilirdi, ona görə də sağlamlığıdır. Deyirlər, insan yaşlandıqca yeni nəsli bəyənmir. Elə hey gənclərdən dad eləyirlər. Müşkilat nənə isə mən kiməm ki, cavanlara nəsə deyəm. Onlar zəmanə ilə ayaqlaşır, söyləyib dövrünün gəncliyindən danışdı. Qaynatanın yanında başı açıq nədir, gəlin nədir. Başlar örtülü, hamı ağız yaşamaqlı. Qızım, indiki vaxt ayrı vaxtdır. Mən nə etçiyəm ki, duram, bəyənməyəm, qoca adamam. Tayda başına dönüm deyirəm, qoyma xətrimiz dəysinlər. Millət oğlu, mehriban olur deyil. İndi yox, indi öyle deyil. Qoca yaşında da o dağların havasını unutmayan Müşkilat nənənin 2 övladı, 7 nəvəsi və 12 nəticəsi var. Var aləmdə 2 evladım var. İkisini də bir istəyirəm. Ayrılmaq olmaz ki, ikisini də bir-birindən. Yüzdə o ayrı olur, bu da yanımdadır. Bu mənim qız əvəzidir, bana həm oğul əvəzidir. Qız ananın bilirsən, dət sökəydi, qız da yoxdur. Allah bunların canını sağ eləsin, o gəlin qız əvəzini də eləyir. Əsl ana belə olar, övladları arasında fərq qoymaz. Bəs gəlinlərinizdən ən çox hansını istəyirsiniz? Sualıma Ağbirçək müsahibim cavab vermək istəmədikcə mən də təkid etdim. Mənə də könül deyərlər axı. Nəhayət saqqızı oğurlaya bildim. Gəlinlərdən ikisi də birdir. Mana tavu birdir ikisi də. O da gəlinimdir, bu da 2 gəlin də var aləmdə də. Nətər istəməyim. Yox da indi biri laf istəkli olmalıdır. Yanımdakı istəklidir də. Eləsi var təbiətdir ana qaynanıya. Düz sözə nə deyəsən? Əlbət belələri də var zəmanəmizdə. Qadan alın başına dönümlə ailə qururlar, sonra da anam pisdir, ayrı qalaq deyə dava edirlər. Dilini gərək eləyəsən ki, hamısından zad olmaya da kənarlaşmaya. Xətrin istəyə. Böyüyün ağsaqqalın Ağbirçəyinə xətrinə dəysən, elə bil ki, Allahın acığına gedər. Amma onların xətrini xoş eləsən, Allah'a xoş gedər. Düzdür, ay Müşkilat nənə. Xanımlar səbirli olub, dilini şirin edəndə ailədə də mehribançılıq olur. Mən bunları bilirdim. Siz də dediniz, ömürlük qulağımda sırğı oldu. Gün o gün olsun, gələn yubileyinizdə gəlim sizi yenə suallarımla narahat edim. Amin. Gönül Rafiq qızı Əfqan Pənahoğlu, Lider TV. Azərbaycan Avropa oyunları zamanı dinamik inkişafını dünyaya nümayiş etdirəcək. Hərdən ölkəmizi yerin dərinliklərinə kök salan qocaman, qədim və müdrik çinara bənzədirəm.
Nə qədər külək, rüzgar, qasırğa da əssə, onun bir budağına belə xətər gətirə bilməz. Hərdən sadəlöv bir uşaq təsiri bağışlayır xalqımız. Səmimi, ürək açıq insanlara və insanlığa inanan. Elə bu keyfiyyətimiz sayəsində vaxtaşırı başımız bəlalar da çəkib. Nəysə, bu öz yerində. Amma təmiz ürəyimiz qədər vuran əlimizin də olduğunu deməliyəm. Elə Elmirada sıradakı sujetində həm vuran əllərdən, həm də qələbə qazanmaq üçün döyünən ürəklərdən danışacaq. Avropa oyunlarına sayılı günlər qalır. Hər kəs bu möhtəşəm anın gerçəkləşəcəyi günü səbirsizliklə gözləyir. Əsas da idmançılarımız. Əməkdaşımız Elmira bu dəfə Avropa oyunlarında iştirak edəcək taekvondoçularımızla görüşüb, söhbət edib. Daha ətraflı sıradakı sujetdə. Taekwondo qədim Koreya sənətidir. Bu oyunun əsas xüsusiyyəti ondan ibarətdir ki, əl və ayaqlardan daha aktiv istifadə olunur. Taek ayaq, kwon yumruq, do isə sənət anlamını verir. Qədim zamanlardan bu idman növü silahsız özünü müdafiə texnikası ilə bir və bir neçə rəqibə təkmilləşdirilmiş zərbələr, bloklar və tullanmalar tətbiq edən sistemdir. Ölkəmizdə də gənclər arasında bu idman növünə maraq çox böyükdür. Taekwondo bizim həyatımızın bir növüdür. 4 aydır məsəl üçün mən ailəmlə ancaq əlaqə saxlayıram, görmürəm. Yəni bizim həyatımızın bir növünə çevirir Taekwondo. Taekwondo Avropa oyunlarına daxil olan idman növüdür. Burada döyüş 3 raund 2 dəqiqədən ibarətdir. Fasilələr arası 1 dəqiqə istirahət verilir. Döyüşün 80%-i ayaqlarla aparılır. Yumruqlar ancaq bədən nahiyəsinə, ayaqla zərbələr isə kəmərdən yuxarı həm bədən, həm də baş hissəyə indirilə bilər. Qalib müvafiq qaydalara əsasən müəyyən edilir. Bədənə düz zərbələr 1 xaldır, amma fırlanaraq zərbə endirəndə 3 xal, başa zərbə fırlanaraq vuranda isə 4 xaldır. Bədənlə 1 xal, başa 3 xal hesablanır. Yəni ikinci raund bitdi, 12 xal fərq varsa döyüş dayandırılır, 3 raund davam edər. Mütəxəssislər hesab edir ki, 7-8 yaşından etibarən taekvondoya yazılmaq olar. Bu idmana başlamamışdan öncə gimnastika ilə məşğul olmaq məsləhət görülür. Taekwondoda idmançının geyimi 2 hissədən ibarət olur, dabok və kəmər. Dabok sözündəki da həqiqi insanın həyat yolu, bok isə paltar anlamını verir. Koreyalılar ağ rəngi çox sevdiyindən dabok ağ rəngdədir. Fəridə Əzizova da 13 ildir ki, taekvondo ilə məşğuldur. Əvvəl bu idman növünə sağlamlığı üçün qoşulsa da, sonradan professional məşğul olmağa başlayıb. Hazırda isə milli yığmanın üzvlərindən biridir. Bir sıra nəticələri var. Avropa oyunlarında iştirak edəcək. Ümidləri isə böyükdür. 13 il məşğul olduğum müddətdə 2 qat Avropa çempionu, dünya çempionu, böyüklərin dünya üçüncüsü, bir də 2012-ci London olimpiyonların iştirakçısıyım. İnşallah bütün idmançılar kimi qızıl medal gözləyirik, yəni qızıl medala doğru addımlayırıq. İnşallah qızıl medalımız olacaq. Avropa oyunlarına hazırlıq tam sürətlə davam edir. İstər məşqçinin, istərsə də idmançıların qələbəyə ümidləri çox böyükdür. Birazcık vakti azı, ona göre şimdi birinci taktik, sonra fiziki meşki var. Ama şimdi bizim, mən, qızlar hamısı medal alacaq. Sevindirici haldır ki, ölkəmizdə idmanın ənənəvi növləri ilə yanaşı bu cür beynəlxalq növləri də inkişaf edib. Ölkəmiz beynəlxalq turnirlərdə uğurla təmsil olunur. Biz də öz növbəmizdə ölkəmizi Avropa oyunlarında təmsil edəcək milli yığmamızın hər bir üzvünə uğurlar arzulayırıq. Üç rəngli bayrağımıza zirvələr yaraşır. Elmira Manaflı, Elvin Muradov, Lizar TV. Xalamın nəvələri yaman ərköyündülər. Amma nənələri deyəsən onların necə deyərlər dilini tapıb. Hər həyətə düşəndə yolunu meyvə dükanının yanından salır. Bizim cübbullar meyvəbazdılar yaman. Deyirəm, nə ağıllı iş görürsən ay xala. Həm uşaqların könlünü alırsan, həm də onları sağlam və gümrah böyümələri üçün lazım olan vitaminlərlə təmin edirsən. Bəs siz necə? Meyvə yeyənsiz? İndi deyəcəksiniz ki, meyvə yemək sevməyən var ki, olur, elələri də olur, inanın mənə. Bir də ki, axı mən sizə haçan yalan demişəm ki, indi də deyəm. Nə yaxşı ki, bizim Ülviyyədə elə mənim özümə oxşuyub. O gün görəm, əlində bananla gəlir. Deyirəm, hələ nahar vaxtına var axı, nə tez acımısan? Deyir, yox, hazırda bu yemək deyil, araşdırma obyektidir. Bəli, sıradakı sujetdə Ülviyyənin araşdırmasının nəticəsi ilə tanış olacağıq. Buyurun, izləyin.
Yəqin artıq kadrlardan da məlum oldu ki, söhbət nədən gedəcək. Bəli, uşaqdan böyüyə hər kəsin sevimli qidası olan bananla danışacağıq. Daha doğrusu, bananın bilmədiyimiz faydasından danışacağıq. Banan kimilər fəsiləsinin nümayəndələrindəndir. O, qısa gövdəli, iri kökümsovlu hündür, bəzən də nəhəng otdur. 70-dən çox növü olan banan dünyanın bir sıra tropik və subtropik ölkələrində çox qədimdən geniş miqyasda becərilir. Bu qəbildən xüsusilə Çini, Cənubi və Mərkəzi Amerikanı, Afrikanı, Hindistanı və Avstraliyanı misal göstərmək olar. Banan günümüzün, deyərdim ki, 21-ci əsrin populyar meyvələrindən biridir və bir çox insanlar, amma bir çox doğru bildiyimiz yanlışlar var bananın istifadəsində. Bu da bananın arxama diyetalarında, yəni ki, arxama proqramlarında istifadə olunmamasıdır. Amma tərkibindəki yüksək mineral vitamin dəyərini nəzərə alsaq və lifli bir qida olduğunu nəzərə alsaq, rahatlıqla arxama proqramlarında da təbii ki, həftədə 1-2 dəfənin üstündə olmamaq şərti ilə istifadə etmək olar. Banan həmçinin necə deyərlər, insanı xoşbəxt edən bir meyvədir. Onun tərkibində bol miqdarda olan vitamin və minerallar artrit və sinir sistemi problemlərinin həllində önəmli rol oynayır. Banan yüksək glisemik indeksi olan bir qidadır, yəni qan şəkərimizi sürətlə yüksəldən qidalar siyahısındadır. Bunun üçün də şəkərli diabetdən əziyyət çəkən insanlarda və bu xəstəliklərə meyilli olan insanlarda istifadəsi diqqətlə olunmalıdır. Yaxşı olar ki, yanında protein tərkibli, yəni zülallı bir qida ilə istifadə olunsun ki, qana daha az sürətlə qarışsın. Bananın tərkibində çoxlu karbon olduğundan adamı tez doydurur. Lətində orqanizmin müdafiə funksiyalarını möhkəmlədən soyuqlamanın qarşısını alan xeyli miqdarda askorbin turşusu var. Banan C, A, B vitaminləri və maqniumdan da zəngindir. Tərkibində həddən artıq vitamin C zəngindir. Mədə bağırsaq sistemi xəstəliklərində. Məsələn, bəzi adamlarda güclü xroniki qəbizlik olur. Bu, demirəm, yumşaldıcıdır. Yox, sadəcə olaraq o prosesi normallaşdırır, tənzimləyir. Yavaş-yavaş həzm prosesi normallaşırsa, deməli, bağırsaqda gedən proseslər normallaşmış olur və bunun da nəticəsində orqanizmdə o problem həll olunmuş hesab olunur. Böyüklərin, ən çox da balacaların xoşladığı bananın qabığı ən azı ləti qədər faydalıdır. O, suyu qurğuşun və misdən başqa materiallarla nisbətdə daha yaxşı təmizləyir. Adətən bananı yeyib, qabığını isə atırıq. Əslində isə bananın qabığı da işimizə yarayır. Necə? Məsələn, siz ayaqqabılarınızın gözəl və parlaq görünməsini istəyirsinizsə, məhz bananın qabığı ilə onu təmizləyə bilərsiniz. Məsələn, bax, belə. Ülviyə Elxan qızı, Ziyallah Yarov, Lider TV. Fikir verirsiniz, həyatımızda nə qədər yeniliklər baş verir. Elə təkcə mobil telefonların ildə neçə formada təkmilləşdirilmiş modeli çıxır. Buna görə də əsrimizi sürət əsri adlandırırlar. Ancaq bu sürət əsrində insan hərdən təbiətin böyüklüyü barədə də düşünür. Gərgin iş rejimindən yorulanda, daxili sarsıntı keçirəndə, ya da elə ən gözəl yadda qalan günündə təbiətə üst tutur. Toy günlərində belə gəlinlər sevinclərini çiçək dəstəsi ilə bölüşürlər. Nərgiz, lalə, qızılgül. Fikir vermisiniz, ən incə, gözəl, qulağa yatımlı səslər Azərbaycan dilindədir. Deyirəm, öz dilimizdə güllərin adı da elə gül kimi səslənir. Özünüz görün də, incə, zərif yasəmən hara, lila qara, yonca hara, qlovə hara. Yonca demişkən, elə əməkdaşımız Xumar sıradakı süjetində də elə məhz bu bitkidən danışacaq. Çox maraqlıdırsa, bir yerdə baxa bilərik. Yonca paxlakimlər fəsiləsinə aid bitkidir. Dərin kök sisteminə malik olan çoxilli yot bitkisinin uzunluğu 50-80 cm-dir. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8-10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının 80-ə qədər yabanı və mədəni formaları, 3 yarpaq yoncanın isə 6 yabanı forması mövcuddur. Yonca geniş yayılmış və qədimdən becərilən yem bitkisidir. Bunun vətəni İran, Orta Asiya və Qafqazın dağətəyi zonaları və dağlarıdır. Bu bitkinin Avropada, Asiyada və Afrikada 100 növü, Rusiyada 40 növü, Azərbaycanda isə 21 növü yayılmışdır. Ən çox yayılan növlər sarı yonca,
və əkin yoncasıdır. Yonca bitkisi növbəli əkin sistemində geniş istifadə olunur. Pambığın ən yaxşı sələf bitkisi hesab olunan yonca onun məhsuldarlığını artırır. Yonca ilə bağlı şəhər sakinləri arasında da kiçik bir sorğu keçirib onların bu bitki haqqında məlumatlı olub-olmadığını öyrənmək istədik. Yonca bitkisi haqqında məlumatınız varmı? Bəli, var. Yonca bitkisi mən bilən otdur. Əsasən rayon yerlərində bitir. O yonca bitkisinin mən bilən 2 dənə növ var. 3 yarpaqlı və 4 yarpaqlı. Amma 4 yarpaqlı çox nadir hallarda rast gəlinir. Tumun səpəndə bir 7 il əkmədən bitirdi. Yonca uğur gətirir, qəşənglik gətirir, qəşəng vid olur. Yonca bizdən 7 ildən bir bitən bitkidir. Səfirlər özü çox belə heyvandarlığa, belə deyək də, ümumiyyətlə kənd təsərrüfatına çox xeyir verən bitkilərdən biridir. Açıq yaşıl rəngli yarpaqlara sahib olan yonca bitkisi gözəl görünüşü ilə bərabər həm də xoş qoxuya sahibdir. Mövcud olduğu məkana uğur gətirən bu bitki yalnız 3 yarpaqlı deyil, həm də 4 və daha çox yarpağa sahib ola bilər. Bütün bunlar öz yerində. Bəs siz heç bilirdinizmi ki, 4 yarpaqlı yonca bir çox mənbələrdə uğur simvolu olaraq qəbul edilir? Bəzi dini kitablarda isə hətta Həvvanın cənnət bağında əlində 4 yarpaqlı yonca ilə gəzdiyi də göstərilir. Həmçinin druidlər tayfasından olan insanlar da 4 yarpaqlı yoncaya xüsusi önəm verər, onun ailə içində firavanlıq yaratdığına inanardılar. 4 yarpaqlı yonca öz sahibinə pis əxlaqlı insanları, şeytanı görmə istedadı bəxş edər və bu tip varlıqlardan özünü qorumağa kömək edərmiş. Qədim inanclarda yonca bitkisi bolluğun, bərəkətin simvolu kimi istifadə olunur və bildiyiniz kimi lap qədim zamanlarda yonca bitkisi artıq bir mədəni hala gətirilib, o becərilməyə başlayıb. Bəzən 3 yarpaq yoncaların içərisində təsadüfən 4 yarpaq yoncalar da əmələ gəlir və bu kimin qismətinə çıxırsa, ona deyirlər ki, buna böyük xoşbəxtlik nəsib olacaq. Yonca folklorumuzda və ədəbiyyatımızda da dirlik, bolluq rəmzi hesab olunur. Bu bitkini məhəbbət simvolu hesab edənlər də var. Yonca nə deməkdir? Yoncanın yarpaqları qədim inanclara görə 3 yarpaq, xüsusən bu söhbət 3 yarpaq yoncaya aiddir. 3 həmişə 2-dən 3-cünün yaranması deməkdir. Və o vaxtlar bu yoncalardan çələng örüb qızların başına qoyardılar və yaxud dəstə tutub bağlayıb verərdilər. Yonca həm də dərman bitkisidir. Bu bitkinin yarpaqlarının çayı mədə, bağırsaq və qadın xəstəliklərinə, həmçinin südün artırılmasına yaxşı təsir edir. Həmçinin nəsl artırma qabiliyyətini də gücləndirir. Bir tapılan 4 yarpaqlı yoncanın hər yarpağının isə bir mənası var. Belə ki, birinci yarpaq ümidi, ikinci yarpaq imanı, üçüncü yarpaq sevgini, dördüncü yarpaq isə şansı bildirir. Bu sadəcə bir əfsanə olsa da insanlar hələ də çətin tapılan bu yoncanın axtarışındadılar. Öz xoşbəxtliyinizi reallıqda tapmağınız arzusuyla Xumar Kərimli, Nurlan Şahbazov, Elşad Məmmədov, Lider TV. Bax belə, bugünlük də bizdən bu qədər. Sabah yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın. Hərdən ölkəm, oy Elmira, can Elmira. Taekvondoçularımız. Bildim, mən bildim. Taekvondo.